Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, fərqli dadda, çox dadlı, ağızda ovulan şirniyyat hazırlayacağım. Xəmiri hazırlamaq üçün 500 qram un götürmüşəm. Unu əvvəlcə ələkdən keçirdirəm. Unun üzərinə 3 yemək qaşığı şəkər, çay qaşığının ucunda duzu əlavə edirəm. 1 paket qabartma tozu, 1 paket də vanil əlavə edib əlimlə quru ərzaqları qarışdırıram. 200 qram yağı rəndədən keçirdirəm. Qeyd edim ki, yağ mütləq soyuq olmalıdır. Sonda əlimlə umaçı hazırlayıram. Umaç hazır olduqdan sonra üzərinə 1 ədəd yumurta əlavə edirəm. 200 qram da az yağlı xama əlavə edirəm. Sonda bu qaydada xəmiri əlimlə bir yerə yığıram. Bərk xəmir yoğurmaq olmaz. Sadəcə bir yerə yığıb toplamaq lazımdır. Hazır xəmiri dəzgahın üzərinə yerləşdirib oxlov yardımı ilə azacıq yayıram. Xəmiri qatladıqdan sonra yenidən yayıram. Bunu ən azı 3-4 dəfə təkrarlayıram. Eyni qaydada yenidən qatlayıram. Bu cür hazırladıqda sonradan qat-qat xəmir kimi olur. Sonda salafana yerləşdirib ən azı 1 saat soyucuda saxlayıram. 250 qram qozu əvvəlcədən tavada azacıq qovurmuşam. Çox qovurmağa ehtiyac yoxdur. Biraz qovrulub dadı dəyişsə bəs edər. Qozu bıçaq yardımı ilə doğrayıram. Bu cür doğradıqda sonradan şirniyyatı yeyərkən qozun dadı ağızda daha yaxşı hiss olunur. Bu ölçüdə olsa bəs edər. Çox xırdalanmağa ehtiyac yoxdur. 1 stəkan şəkəri qəhvədən maşında üyüdüb pudra halına gətirmişəm. Çünki şəkər pudrasını içliyə əlavə etdikdə içərisində şəkər qırıntıları dişə yapışmır. Üzərinə 2 ədəd yumurta əlavə edib çırpıcı ilə azacıq çalıram. 2-3 dəqiqə çırpıcı ilə çaldıqdan sonra üzərinə digər ərzaqları əlavə edirəm. 150 qram kişmiş götürmüşəm. İstənilən kişmişdən istifadə etmək olar. 50 qram da duruldulmuş kərə yağı əlavə edirəm. Kərə yağın əritməyə ehtiyac yoxdur. Biraz durulsa bəs edər. Əvvəlcədən doğradığım qozu da əlavə etdikdən sonra çırpıcı ilə qarışdırıram. Artıq içlik hazırdır. Yaxşı olar ki, içliyi xəmiri yayan zaman hazırlayasınız. 1 saat sonra soyucudan xəmiri çıxardıb hissələrə bölürəm. 4 ədəd hissə ayırdım. Bu qaydada xəmiri çox əzmədən kündəni hazırlayıram. Kündənin üzərinə dəzgaha un səpib yayıram. Çox da nam-nazik yaymağa ehtiyac yoxdur. Təxminən yarım santı nazikliyində yaysanız bəs edər. İçliyi 4 hissəyə bölürəm.
Bir hissəsini bu cür xəmirin üzərinə əlavə edib, uç hissəsinin kənarlarını qatlayıram. Rulet şəklində bükürəm. Sonradan xəmirin alt hissəsini bu cür birləşdirirəm ki, açılmasın. Digər kündəni də yuxa formasında yaymışam. İçlikdən əlavə edib eyni qaydada bükürəm. Bükərkən kənar hissələri yaxşı bağlamaq lazımdır ki, sonradan içlik axmasın. Hazır formaları listə düzdükdən sonra əlimlə üzərindən biraz basıram. Bıçaq yardımı ilə azacıq üzərini çərtirəm. Üzərini çox kəsmirəm. Kəssəniz sonradan içlik kənar axa bilər. Azacıq çərsəniz bəs edər. İki ədəd yumurta sarısına 2 xörək qaşığı süd əlavə edib qarışdırıram. Sonda üzərinə yumurtanı çəkirəm. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Bişənə yaxın konveksiya rejimində də bişirmək olar. Üzəri qızardıqda sobadan götürdüm. Görürsünüz, çox gözəl bişir. Gördüyünüz kimi bəzi hissələrdə biraz çox kəsildiyi üçün içlik kənara axıb. Biraz soyuduqdan sonra şirniyyatı doğrayıram. Gördüyünüz kimi asan üsulla, az ərzaqla, çox dadlı, ağızda ovulan, həqiqətən də fərqli dadda şirniyyat hazırladıq. Sizə də bu üsulu mütləq sınamağı, bu şirniyyatın dadına baxmağı tövsiyə edirəm. Həqiqətən də mükəmməl bir şirniyyatdır, hazırlamağa dəyər. Videomuzu izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.